gənc qız Azərbaycan Dövlət Opera və Balet Teatrının 1920-ci illərdə yolunu həsrətlə gözlədiyi qadın aktrisa idi. O, 20 yaşında 1927-ci ildə böyük səhnəyə gələcək və Ərəb Zəngyadı ilə məşhurlaşacaq. Hələlik isə 1918-ci ildir. Eşq damına giriftar olan zar ol bayan, nə bəladır ki buna belə giriftar ol bayan, ol bayan. Lənkəranda möhfumatçılığın cəryan etdiyi bir dövrdə Məryəm xanım Bayraməlibəyova həyət-həyət gəzərək 10-12 qızdan ibarət qızlar məktəb açır. O, möhfumatçı qadınların etiqadını qazandığından qızların anaları ilə apardığı söhbət müsbət nəticə vermişdi. Məryəm xanım evində açdığı bu məktəb üçün ləvazimatı da özü alırdı. Bu qızların arasında qonşuluqda yaşayan 11 yaşlı həqiqət də var idi. 5 aylıq körpə ikən atası əlini itirən qızcığaz, dindar atalığının dəftər kitabının cırmasına baxmayaraq, böyük çətinliklə Lənkəranda yetim və kasıb uşaqlara yardım komitəsinin köməkliyi ilə ibtidai sinifi də bitirir. Atası yaxşı səsi olan həvəskar xanəndə kimi tanınmışdı. Vəfatından sonra korluq çəkən anası Zinət, əl işi görməklə bir təhər ailəni dolandırırdı. Evdə bizi döyərdilər, kitablarımızı yandırardılar. 3 günlərlə məktəbə gedə bilməzdik. Müəllimlərimizə xəbər göndərərdik. Onlar gəlib anamıza yalvarar və bizi məktəbə aparardılar. Çadralı qızlar arasında ən zirəyi həqiqət idi. O, anası bilməsin deyə şərti şəkildə müsavatçılar arasında beynəlmilər oxumuşdu. Tacı Zeynalova. 1923-cü ildə Lənkəran Maarif şöbəsi tərəfindən həqiqət təhsilini davam etdirmək üçün Bakıya göndərilir. O, 3 ilə Bakı Darül Müəllimatı bitirir və müəllimlik hüququ qazanır. Hələ məktəbdə öz fəaliyyətdə iştirak etdiyi vaxtlarda ürəyində ülvi bir arzusu var idi. Aktrisa olmaq. Səsinin sorağı ilə Damğa adlı canlı qəzet teatrına dəvət alır. Teatrın bədii rəhbəri və rejissoru Yunus Nərimanov yazırdı. 1926-cı ildə Əli Bayramov adına Qadınlar Klubu səhnəsində məktəbli bir qızın məharətlə çıxış etdiyini eşidib, aktrisa cəhətdən korluq çəkən biz həqiqəti bir-iki qızla teatra dəvət etdik. Həqiqət zirək və bacarıqlı idi. Valideynlərə möhfumatçı olduğundan səhnəyə çıxdığını evdə gizlədirdi. Ailəsi onun gecə məktəbində dərs dediyini zənn edirdi. Həqiqət evdən çadırada çıxar, teatra çatanda çadırana atar və aktrisa kimi çıxış edirdi. Həqiqətin səhnəyə addım atdığı illər Azərbaycan opera səhnəsində qadın rollarının kişilər tərəfindən ifa olunduğu zamanlar idi. 45 il idi səhnə qadın ifaçıların yolunu gözləyirdi. 1920-ci ildə Sovet hökuməti kişilərin qadın rolunda oynamasını yasaqladı. Həmin illərdə Sona Hacıyeva, Mərziyə Davudova, Fatma Qədiri kimi aktrisalar qadın obrazlarını əsarətdən qutardı. Lakin onlar dram teatrının səhnəsində fəaliyyət göstərirdilər. Sona xanım qüvvətli dramatik aktrisa, Sürəyya gözəl xanəndə idi. Opera səhnəsinin muğam şöbəsi isə hər iki tələbə cavab verən gənc, muğam səsli səhnəyə gəlməklə yanaşı, orada qala bilən, başqa qadınları da ruhlandıran aktrisa sorağında idi. Böhranlar böyük sənətkarların meydana çıxmasına təkan verir. Bütün bu məziyyətlərə cavab verə bilən şəxs Həqiqət xanım idi. O, xatirələrində yazırdı. Bir gün bəstəkar və dirijor Müslüm Maqamayev məni teatr işləməyə çağırdı.
Nə qədər sevindiyimi təsəvvür etmək çətindir. Maqamayev məni teatrda çox mehribancasına qarşıladı. Biraz söhbət elədikdən sonra o piano arxasına keçdi. Çahargah muğamının Mənsuriyə hissəsinin zil sədaları otağı bürüdü. O məni Mənsuriyə sınağından keçirmək istəyirdi. Sınaqdan müvəffəqiyyətlə çıxdım. Damğa teatrında həqiqət teatr rejissoru Hüseyn Rızayevlə bir-birini sevirdilər. Onlar ailə qurub, ömürlərinin sonuna dək birgə yaşadılar. Hüseyn Rızayev ömrünün 45 ilini səhnəyə bağladı. 1930-cu ildən opera və balet teatrının səhnəsində teatr rejissoru işlədi. Şübhəsiz ki, onun fəaliyyəti həqiqətin yaradıcılığında da müsbət təsirini göstərdi. 1966-cı ildə 60 yaşının tamamına 21 gün qalmış, dünyasını dəyişdi. 1927-ci ildə opera teatrına qəbul olunan həqiqət konservatoriyanın muğam şöbəsinə daxil olaraq Üzeyir Hacıbəyovun nəzarəti altında Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Primovdan 4 il dərs alır. Qurban Primov yazırdı. Həqiqət xanım oxuyanlar arasında yaxşı səsə malik bir aktrisadır. Muğamat oxuyanlar cürbəcürdülər. Birinin səsi bəndə, digərininki zildə, o birininki ortada yaxşı işləyir. Həqiqətin səsi tarın bütün pərdələrini gəzişir. Həqiqətə qədər heç kim əlaqə, pəncgaha, Hüseyniyə getməmişdi. Həqiqət Rızayevanın həyatında o müthiş gün gəlib çatdı. 1927-ci ildə gənc rejissor Yusif Yulduz Müslüm Maqamayevin Şah İsmail operasında Ərəb Zəngi rolunu Həqiqət xanıma tapşırır. Milli Opera Teatrı Leyli məhəbbətli, Ərəb Zəngi cəsarətli, Şahsənəm sədaqətli milli opera ifaçısını çox gözləmişdi. O günə qədər Ərəb Zəngi rolunu xalq artisti Məmməd Tağı Bağırov və əməkdar artist Əli Zülalov oynamışdı. Dünyada ən böyük şey cəhdi. Səndən əvvəlki insanların yarada bilmədiklərini yaratmaq cəhdi. Maqamayev gənc bir qızın əlində qılınc və qalxan necə döyüşüb oxuyacağından narahat idi. O qrim otağına gəlib, həqiqət, bütün ümidim sənədir, görək nə eləyəcəksən dedi. Şəhərdə hamı şübhə içində idi. Arvad nədir, oxumağı nə ola deyənlərə bu gənc qız cavab verməliydi. Həqiqət, səhnəyə arayı aktrisanın narahatlığını pozdu. O səhnəyə atıldı. Tamaşa salonu tamam dolmuşdu. Kişi paltarında sevgilisinin intiqamını alan Ərəb Zəngi, Ərəb Zəngiyəm, kəsmişəm yolu, buyursun hər kəsin güclüdür qolu deyib oxumağa başladı. Salonda gürültü qopdu. Həqiqət, dirijorluq eləyən Müslüm bəyin üzünə baxdı. O gülümsünürdü. Həqiqət, 3-cü pərdəni məharətlə başa vurdu. O gündən Müslüm Maqamayev onu Ərəb Zəngi bacı deyə çağırırdı. Şah İsmail rolunda Hüseynağa Hacı Bababəyov yazırdı. İlk dəfə idi belə güclü, məlahətli səsi olan Azərbaycanlı qıza rast gəlirdim. Səhnədə səsimiz uyğun gəlirdi. Bən və zili oxumaqda nə həqiqət məndən, nə mən ondan geri qalırdım. Səhnədə bir-birimizi gözəl başa düşürdük. Gənc müğənni aktrisa az müddət ərzində Ərəb Zəngi rolunun ən gözəl ifaçısına çevrildi. Həqiqət Rızayevanın Ərəb Zəngi obrazı Milli Opera Teatrının tarixinə qızıl hərflərlə yazıldı. Bu obraz 3 cəhətdən qiymətli idi. O həm gözəl oxuyur, həm oynayırdı. Üçüncüsü, Ərəb Zəngi Şah İsmail'la döyüşdə məğlub olarkən, yıxılanda başından dəbilqəsi düşəndə, gözəl bir qadın surəti tamaşaçıları heyran edirdi. Azər Rızayev o illəri belə xatırlayır. Şah İsmail'i oynayanda mən və qardaşım Həsən həmişə teatrda olardıq. 8-9 yaşımız var idi. Döyüş səhnəsində Şah İsmail'in Ərəb Zəngini yerə yıxması mənim də, qardaşım Həsənin də xoşuna gəlməzdi. Ərəb Zənginin basılmasını anamızın şəxsi məğlubiyyəti kimi qəbul edirdik. Təxminən 36-cı illər olardı. Yenə teatrda idi. Şah İsmail gedəcəkdi. Tamaşadan əvvəl anam qrim otağında qrimlənirdi. Mən də, Həsən də yanında dayanmışdıq. Birdən anam soruşdu, Həsən hanı? Anamın mənə, get Həsəni tap deməsi ilə səsküy qopdu. Bir də gördük ki,
Şah İsmaili oynayan Hüseyn Ağa Hacı Bababəyov əlinin qanı axa-axa gəlir. Özü də bərk hirslənib ki, həqiqət, sənin oğlun lap xuliqandır, gör əlimi neynədi? Sən demə, Həsən hər tamaşada ərəb zəngini yerə yıxan Şah İsmaildan intiqam almaq üçün fürsət düşən kimi qılıncla Hüseyn Ağanın əlini yaralayıbmış. Həqiqətə qədər 2 Leyli olmuşdu. Sona xanım və Sürəyya Qacar. Kişi ifaçılar səhnədən çıxdıqdan sonra 1928-ci ilədək Leylini Sona xanım oynamışdı. 1924-25-ci illərdə opera teatrı dramadan ayrıldıqdan sonra dram teatrında Sona xanım yeganə Leyli idi. Onun səsi yuxarılarda gəzə bilmədiyinə görə opera üçün yararlı deyildi. 1929-cu ildə Abbas Mirzə Şərifzadənin hazırladığı tamaşada həqiqətin oynadığı Leyli obrazı onun ən gözəl nailiyyətlərindən biri oldu. Leyli və Məcnun opera səhnəmizin tarixində xüsusi bir mərhələ təşkil elədiyi kimi, Sarabskinin Məcnunu, həqiqətin Leylisi öz orijinallığı ilə fərqlənib. Onların ifasında son vida səhnəsi çox güclü təsirə malik idi. Təsadüfi deyil ki, ölüm ayağında Sarabski Tarzən Qurban Primovu və həqiqəti yanına çağırtdırdı. Gəldim mi həqiqət? Necəsən Hüseyn? Fikir eləmə, sağalarsan inşallah. Nə sağalmaq? Artıq bu sondur. Bilirsən, səni niyə görə çağırmışam? Bir xahişim var. İstəyirəm Leyli ilə Məcnunun vida səhnəsini oxuyam. Üzeyir Hacıbəyovun Arşın Malalan musiqili komediyasında Tellini 1938-ci ildə oynadı. Bu rolu da gözəl ifa elədiyinə görə Üzeyir Hacıbəyov Tellinin musiqisinin materialına Sən o yanda, mən bu yanda mahnısına əlavə musiqi yazır. Tamaşada Soltan bəyin harayına cavab olaraq Çor telli, zəhrimar telli sözləri həqiqətin öz artırması idi. Üzeyir Hacıbəyov yazırdı. Həqiqət Rzayevanın yaratdığı telli keçmiş qulluqçuların həqiqi tipidir. 1945-ci ildə çəkilmiş Arşın Malalan filmində qulluqçu rolunda Həqiqət Rzayeva çəkilməsə də, həmin obrazda onun ifası səsləndirilmişdi. ...1938-ci il Moskva dekadasında Sovet musiqişünasları Vinogradov, Groşova telli obrazını yüksək qiymətləndirirdilər. Çoxcəhətli istedad sahibi olan Həqiqət Rzayeva Leylinin, Ərəb Zənginin gözəl obrazlarını yaratmışdı. Arşın Malalanda təqlid edilməz dərəcədə gözəl telli obrazı oynamışdı. Bu üç obraz həqiqətin səhnə sənətkarlığının əsl xüsusiyyətləri haqqında aydın təsəvvür yaradır. Həqiqət xanım ən gözəl tərifə layiqdir. Aşıq Qərib operasında Şahsənəm onun ən çox sevdiyi obraz idi. Nə qədər yorulsa da bu obrazdan zövq alırdı.
Onun oxuduğu Seygah, Bayatı Kürd, Şüştər muğamları Şahsənəmi çox gözəl yaradırdı. 1930-cu ildə O olmasın bu olsun da Mirzağı Əliyev, Hüseynağa Hacı Bababəyov, Məmməd Tağı Bağırov kimi tanınmış səhnə ustaları ilə yanaşı sənəm rolunda çıxış edərək böyük uğur qazanmışdı. O səhnədə ən duzlu və yapışıqlı bir sənəm idi. 1927-ci il Rabochi Zritel qəzeti yazırdı. Axır vaxtlar Türk opera teatrı gənc aktyor kadrlarının yetişməsinə ciddi diqqət yetirir. Yanvarın 19-da Əsli və Kərəm tamaşasında əsli rolunda çıxış eləmək gənc Türk aktrisası Həqiqət Rzayevaya tapşırılmışdı. O bu məsul rolun öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Dram və opera səhnəsi ilə yanaşı, eləcə də kinoda bir neçə qiymətli obrazlar yaratmışdı. Aşıq Qəribdə Qaraca qız, Nərgiz filmində Yengə, Koroğluda Xanəndə qız, İncədə Usta Paşanın arvadı, Lətif, İsmət, Şərqə yol, Muxtar filmləri. 20-ci əsrin əvvəllərində qadın hüquqsuzluğundan bəhs edən İsmət filmində görkəmli opera müğənnisi Səriyyə rolunu oynadı. Hər evində üstünə günü gətirilən və ərinin əzab işgəncələrinə dözməyən gənc Səriyyə özünə od vuraraq yandırır. Elə həmin əsrin birinci yarısında sosialist quruculuğundan bəhs edən Lətif filmində mənfi bir obraz, ögey ana obrazını yaratmışdı. 7 yaşlı Lətifin qoçaqlığı filmin əsas süjet xəttini təşkil edir. Həqiqət Rzayeva ögey ana obrazını səssiz filmdə bütün incəlikləri ilə yaradır. Böyük və kiçik rollar yoxdur. Böyük və kiçik aktyorlar var. 1958-ci ildə çəkilən Ögey Ana filmində İsmailin nənəsi Qəmər xala obrazı da çox yadda qalan obrazı idi. Yox əzizim, mən sənin kimi qorxağı tənbəli özümlə heç yer apara bilmərəm. Bu nə hərəkətdir? Təqsirkar özünü iki alan sən, hələ bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. İki alanda nə olar? Odur, kənd Sevetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sən qarışma. Mən sənin xətrinə dəymək istəmirəm. Ancaq uşağı sən körlamısan, onu ərköyün qorxaq tənbəl böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlunun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözlər niyə lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazım? Bəsdir, yetər. Ortalığa ayrı seçkilik salma. Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad qızından ana olmayacaq. İsmailin anasını ziyarəti zamanı qəbirstanlıqda çəkilən bu səhnə nədənsə filmə salınmamışdı. Mən onu dünyalar qədər sevirəm. O isə bir dəfə də olsun mənə ana deyir. Bir dəfə də. Nə? Ana? Gör bir nə fikirlərə düşüb. Elə bircə bu qalmışdı. İndi də mənim ürəyimə belə dağ çəkmək istəyirsən? Bəsdir! Yetər! Daha dinmədiyim bəsdir. Sizə hörmətsizlik etməmişəm. Hər şeyə səbr ilə yanaşmışam. Lakin indi sizə deyirəm, mən bu evə ana kimi gəlmişəm. Hə! Nə yoğurdun, nə yapdın? Hazırca şikə tapdın? Anaya bir bax! Bəli, bəli, ana! Arifin oğlu mənim oğlumdur. Mən İsmail'i öz doğma balam kimi tərbiyə edəcəyim. O da məni ana deyib çağırmalıdır. Necə? Sən bundakı üzə bir bax! Həqiqət Rzayeva, Ərəb Zəngi, Qəmər xala rollarında olduğu kimi həyatda da ciddi və zabitəli qadın idi.
Həqiqət Rzayevanın gəlini mərhum Gülər Rzayeva xatirələrində yazırdı. Qaynanam kimi məğrur qadının teatrdakı başqa müğənnilərlə, cavan xanəndələrlə münasibətinə gəlincə, onunla intriqa aparmağa heç bir solistin cəsarəti çatmazdı. Təbiətən qeybəti, artıq əskik danışmağı xoşlamayan Həqiqət xanım, belə söhbətləri özünə əskiklik sayırdı. Xarakterinə görə teatrda ona Bassa Jeleznova adı qoymuşdular. Bu xarakter 30 illik opera səhnəsində fəaliyyətinə son qoyduğu vaxt 1952-ci ildə də özünü göstərdi. Operanın müdiriyyəti teatrın 3 sütununu, Bülbülü, Həqiqət Rzayevanı və Hacı Bababəyovu çağırtdırıb, sizi yarımştata keçirməyə qərar almışıq. Biraz cavanlara yol verək deyir. Bülbül və Hacı Bababəyov buna könülsüz razı olurlar. Həqiqət isə, əgər qocalmışamsa, onda teatrdan bir dəfəlik gedirəm. Mən yaşıma görə 2-ci dərəcəli rollar oynaya bilmərəm deyib, ərizəsini yazır, operadan gedir. Halbuki 44 yaşlı Həqiqətin səsi hələ ona naxələf çıxmamışdı. Mən aşır gözdə qara, göz qara, gözdə qara. Mən aşır gözdə qara, göz qara, gözdə qara. Yar yolun gözləməkdən qalmadı gözdə qara. Necə ərz eləyim ərzimi yaraya, ərzimi dərk eləyib eləsin çaraya. Necə ərz eləyim ərzimi yaraya, ərzimi dərk eləyib eləsin çaraya. 1941-43-cü illərdə Həqiqət xanım bir qrup ifaçılarla İranda qastrol səfərində olur. Təbriz, Tehran, Rəşt, Pəhləvi, Ərdəbil, Zəncan və digər şəhərlərdə çıxış edirlər. Elə o zamanlar Həqiqət xanım təsirli bir hadisə ilə qarşılaşır. Ay bala, ay qızı. Ata, bu sənsən? Mənəm qızım. Mənəm. Sən məni necə tapdın? Küçədə patifonda səsini eşidib ağlayırdım. Adamlar mənim ac olduğumu zənn edib mənə yemək təklif elədilər. Ağlamağımın səbəbini bildikdə sənin qızın İranda səfərdədir dedilər. Mən səni bir təhər də olsa tapa bildim. Ağlama, mən səni buradan aparacağım. Həqiqət xanım Mircəfər Bağırovdan atalığının Azərbaycana gətirilməsinə kömək etməsini xahiş edir və buna nail olur. Həqiqət 5 aylıq olanda atasını itirmişdi. Sonradan Zinətin qardaşı dolanışıq ucbatından onu İrandan gəlmiş bir fəhliyə, Kərəmə ərə vermişdi. Kərəm kişi sonralar İrana gedərkən sərhəd bağlanmış və uzun müddət İranda qalmışdı. Fitri vokal və səhnə istedadı olan Həqiqət Rzayeva, gözəl opera müğənnisi və xalq mahnılarının, muğamların ifaçısı və şərhçisi idi. Həqiqətin muğam və təsnifləri çox tez mənimsəməsi bizi valeh edərdi və gələcəkdə onun yaxşı bir oxuyan olmasına böyük ümid bəsləyirdik. Tarzən Qurban Pirimov. Əlində sazın qurbanın, eyləmə nazın qurbanın. Olaram gözün qurbanı, öldürmə məni, yandırma məni. Dur gəl nazlaya, nazlaya bala, söhbət sazlaya, sazla. Dur gəl nazlaya, nazlaya bala, söhbət sazlaya, sazla.
başlarım. Öldürme beni, yandırma beni. Dur gel nazlaya, nazlaya bana söhbət sazlaya. Onun çox cəhətli yaradıcılığında hərbi vətənpərvərlik xüsusi mərhələdir. O, böyük vətən müharibəsi illərində bir çox sənətkarlarla dəfələrlə ön cəbhələrdə hərbi xəstəxanalarda çıxış edirdi. 1930-cu illərdə 77-ci Dağ Atıcı Azərbaycan Diviziyasının fəxri fərmanını almış, 1936-cı ildə Sovet xalqı İspaniyada vətəndaş müharibəsinə köməklik edərkən Həqiqət Rzayeva Kommunist qəzetində yazırdı. İspaniya əməkçilərinə və cocuqlarına yardım fonduna 50 manat pul, bir konsert verəcəm. Bundan əlavə bir opera tamaşasında da iştirak edəcəm. Səhnə yoldaşlarım Şövkət Məmmədovanı, Mərziyə xanımı, Sonanı, Əzizəni, Bülbülü, Hacı Babəbəyovu da bu təşəbbüsə qoşulmağa çağırıram. Mixail adlı Rus əskəri məktubunda yazırdı. Hərbi xəstəxanada müalicə olunarkən Leyli və Məcnuna baxdım. Siz Leylini elə oynayırdınız ki, dilinizi bilməyən mən hər şeyi başa düşür, duyur və sevinirdim. Həqiqət Rzayeva Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində operanın muğam şöbəsində müəllim idi. Onun yetirmələri arasında Rübabə Muradova, İslam Rzayev, Kamil Hüseynov kimi tələbələri var idi. O teatrdan getdikdən sonra müğənnilik edirdi. 40 illik yaradıcılıq fəaliyyəti dövründə Özbəkistan, Türkmənistan, Moskva, İran, Gürcüstan və bir çox ölkələrdə gözəl ifaçılığı ilə seçilmişdi. O, populyar aktrisa və müğənni idi. Operanın gənc aktrisası Həqiqət Yaylığım adlı xalq mahnısını oxuduqda koloratur oxumağın mənşəyi aydındır. Koloratur səslə oxuyan qadınların zümzümə və zəngürələri İtalyan və Tirol dağlarında ariyalar oxuyan məşhur oxuyanlardan geri qalmır. Həqiqət xanım ən çox vokal passajlarda nadir bir təmizlik və saflıq əldə edir. Musiqişünas Qaradinski. Bu sözlər Həqiqətin bütün mahnıları üçün səciyyəlidir. 1940-cı ildə Respublikanın əməkdar artisti, 1943-cü ildə xalq artisti adlarına layiq görünür. Şərəf nişanı ordeni, medallar Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. Mən 20 yaşından bu səhnədə, bu sənət məbədgahında böyük sənətkarlarla çiyin-çiyinə fəaliyyət göstərmişəm. Sənət aləmində mənim müvəffəqiyyətlərim ancaq xalqıma olan yüksək məhəbbət sayəsində olubdur. Yavrum dənəkim var, bilirsən, bilirəm. Yavr havl diləmən, zayar bilirsən, bilirəm. Mən hacət qılayım, hər sənə hal diləyim. Dilizdə yavrum dənəkim var.
Sənətdə hər kəsin öz yeri var. Heç kəsin yerini tutmur və böyük insanlar ulduzlara bənzəyirlər. Yalnız öldükdən sonra diqqəti cəlb edirlər. Həqiqət Rzayeva hər yerdə şəxsiyyəti ilə seçilirdi. Ümummilli liderimiz Heydər Əliyev, Həqiqət Rzayevanın oğlu bəstəkar Azər Rzayevə 70 illik yubiley münasibəti ilə ona şöhrət ordeni təqdim edərkən demişdi: "Siz böyük sənətkarlar ailəsində dünyaya göz açaraq, musiqiyə sonsuz bağlılıq ruhunda tərbiyə alıb yetişmiş bir sənətkar və ifaçı kimi hələ gənc yaşlarınızda Respublikanın musiqi ictimaiyyətinin diqqətini cəlb eləyə bilmisiniz. İnstrumental musiqinin müxtəlif janrlarında bəslədiyiniz əsərlər, habelə kinoya və teatr tamaşalarına yazdığınız musiqi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmiş gözəl sənət nümunələridir." Heydər Əliyev. İki oğul bir qız tərbiyə etmiş Həqiqət Rzayevanın ruhu bugün də musiqişünas övladları ilə bir yerdədir. Uzun illər Moskvada yaşamış bəstəkar Həsən Rzayev 2000-ci ildə dünyasını dəyişmişdir. Azərbaycan xalq artisti, bəstəkarların beynəlxalq müsabiqə laureatı, professor, Bakı Musiqi Akademiyası Simli Adətlər Kafedrasının müdiri, ömrünün 80 ilini adlamış bəstəkar Azər Rzayev hələ də ana laylasını eşidir. Yadımdadır, bizə danışardım. Sizə körpəlikdə laylayı Seygah üstündə oxuyardım. Seygahın digər şöbələrinə keçəndə, sən və qardaşın Həsən gözlərinizi açıb üzümə təəccüblə baxırdınız. Elə bir musiqini başa düşürdünüz. Doğrudan da, Həqiqətin laylayında elə ilahi bir musiqi səslənib ki, o beşikdən böyük sənətkarlar yetişdirir. Yadımdadır, hardasa 80-cı illərdir, gecə yarısı işləyirdim və çox yorulmuşdum. Yuxu tutdu məni, mürgülədim. Birdən mənə elə gəldi ki, anam gözümün qabağındadır və onun çox zəhmli baxışı vardı, ərəbzəngi baxışı deyirdilər ona. Dedim, anam, mənə niyə belə baxırsan? Dedim, bilmirsən, deyirəm, yox. Deyirəm, mən nə vaxt rəhmətə getmişəm? Dedim, 69-da. İndi 80-cı ildir, mənə bir əsər eləmişsən. Bu mənə elə tutdu ki, elə halım xarab oldu ki, o dəqiqə ayıldım, yuxudan ayıldım. Baxdım, gördüm, anam yoxdur. Ona görə oturdum yeni əsər üzərində işləməyə başladım. Əsəri yazdıqca anamı yenə də xatırlayırdım. Ona görə də o əsəri anamın xatirəsini həsr eləmişəm.